Muxtar Səqəfini qaldırmışdı ki, Əli əleyhissalamın vilayəti üstündə bir hökumət qurulsun. Deyirlər Muhammed ibn Hənəfiyə vacihə idi, arxadan hökm İmam Səccad əleyhissalam hökmü idi, Muxtarın qiyamı üçün. Eləyə bilərdi ki, İmam Səccad əleyhissalam da Zeydun vasitəsilə məsələn Ali Əli üçün salamullahi əleyhim bir hökumət qurardı. Buyururlar ki, yəni tarixi təhlil edənlər buyururlar ki, İmam Sadiq əleyhissalam həm yerin göyün imamı idi, hər şeydən xəbəri var idi, həm də ki, zamanəsində ən ağıllı bir alimi idi və zamanədə gedən prosesləri düzgün şəkildə təhlil edib onunla nəticə çıxardan bir alim idi. Yəni elə belə sıravi bir şəxsiyyət deyildi ki, deyək, adı sənin kimi, mənim kimi adam. İmam əleyhissalam gəlib indi deyəcəm, Nəfs-ü Zəkiyyənin qissəsinə deyəcəm. İmam əleyhissalam bir imam kimi boynunda ağır bir məsuliyyət görürdü. Elə bir məsuliyyət ki, o məsuliyyət dünyanın sonuna qədər davam eləyəcək Ali Muhammed hökumətinin qurulması üçün vəzifə görürdü. Nəinki